Daşkəsən rayonunun Zivlan kəndində 14 yaşlı Ömər İsmayılovun ağır xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı yeni iddialar səsləndirilib. Gəncə xəbərə danışan zərər çəkənin əmisi Mahir İsmayılov bildirib ki, hadisə kənd sakini Zöhrab İmanovun küçəyə bağladığı itə görə baş verib. Daşkəsən rayonunun Zivlan kənd sakini İmanov Zöhrab Qəzənfəroğlu tərəfindən 75-ci ildir səhv eləmirəmsə 51-52 yaşı var. Bir 150 baş qoyunu var, onu kəndin sahəsində saxlayır və 20-25 dənə it də kəndin içindədir. O uşaq keçə bilməyib, deyib gəlin itinizi yoldan açın. Onun üstündə uşaqla mübahisə eləyiblər. Uşaq gəlib Zivlan kəndində kəndin sahəsinə çatanda İmanov Zöhrab Qəzənfəroğlu arxa nahiyədən uşağı armaturla vuraraq uşağı yerə yıxıb. Uşağı yerə yıxıb dizini sinəsinin üstə qoyub, ağzına yumruq zərbəsi vurub və cibindən bıçaq çıxardıb başını kəsmək istəyib. Uşaq onu qışqıraraq əlindən çıxıb qaçıb. Mənim qardaşım İsmailov Zahir Əlişoğlu Ömərin səsini eşidərək buna tərəf gəlib, görüb əlində bıçaq uşağın dalından yürür. Bu qışqıranda qayıdıb dala qaçıb. Biz həmən dərhal həmən vəziyyətdə Daşkəsən rayonunun Skoriya zəng vurdular. Skori ilə qardaşım öz Niva markalı avtomobilinə yolun yarısına gətirərək Ömərdən qan axırdı. 14 yaşlı körpə Ömərdən qana axa-axa qulaq nahiyəsindən. Skori qabağına gəlmişdi, Daşkəsən rayonunun Skorisi. Skori gəlib Daşkəsən rayonunda ilkin tibbi yardım göstərərək Gəncə şəhərinə gəlmişdi. Gəncə şəhərinə gələn mənim uşağımın qanı yerdə qalmasın, cinayətçilər cinayətə çatsın, Daşkəsən rayonunun polis idarəsi ədalətli prokurorluğundan, polis idarəsindən ədalətli qanun çıxartmağı xahiş edirəm. Qeyd edək ki, hadisə nəticəsində baş nahiyəsindən ağır xəsarətlər alan 14 yaşlı Ömər İsmayılov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Daşkəsən rayon polis şöbəsində müvafiq ekspertiza təyin olunaraq araşdırma aparılır.